Bax, demək, 1801-ci ildə hansı qeyd etdik ki, Ruslar Azərbaycanın işğalına başlayır. Amma ilk olaraq hansı ərazilərdən başladı? Qazax, Şəmşəddil, Borçalı, İlsu, bax bu ərazilərdən. Bayaq da dedik ki, həmin o ərazilərin tutulması, yəni Qazax, Şəmşəddil, Borçalı Şərqi Gürcüstanın tərkibində olaraq keçir Rusiya. Niyə Şərqi Gürcüstanın tərkibində? Çünki biz qeyd etmişdik ki, 1736-cı ildə Nadir Şah seçilən zaman o Qazax, Şəmşəddil, Borçalını kimə vermişdi? Şərqi Gürcüstana, Gürcülərə vermişdi. Və 1801-ci ildə də Ruslar o ərazini işğal edirlər, Şərqi Gürcüstanı. Və Şərqi Gürcüstanın tərkibində həmin o qeyd etdiyimiz Qazax, Borçalı, Şəmşəddil də keçir Rusların tərkibinə. Və burada nə yaradılırdı? Qeyd etdik ki, Gürcü quberniyası. Şərqi Gürcüstanın daxili müstəqilliyi beləliklə ləğv olunur. Həmin o Qazax, Şəmşəddil, Borçalı onlar ləğv olur. Və onların yerində nə yaradılacaq? Gürcü quberniyası. Bildiyim, bax, bunları dedik. İlk olaraq Rusiyanın Azərbaycanın işğalına başlaması bu ərazidir. Bunlar Rusiyanın Azərbaycanın işğalına başlamasıdır. Rus-Qacar müharibəsinin başlanması hesab olunmur. Sonra isə Qazax, Şəmşəddil, Borçalı tutandan sonra onlar hansı əraziyə getdilər? Car-Balakən. Car-Balakən arasında hücuma keçdilər. Niyə Car-Balakən arasında hücuma keçdilər? Çünki Car-Balakən tutulardısa, Azərbaycan işğal olunardısa, həmin vaxtda Azərbaycanın içərilərinə doğru onlar rahat, belə deyək də, hücuma keçə bilərdilər. Həmçinin həmin vaxtda Şimali Qafqazda Dağlıq xalqlarının azadlıq hərəkatı, azadlıq mübarizəsi var idi. Şeyx Mənsur, Şeyx Şami onlara Azərbaycandan kömək gedirdi. Biz orada qeyd etmişdik ki, Şeyx Şamilər Car-Balakəndən, Osmanlıdan, Azərbaycanın şimal bölgələrindən kömək gedirdi. Və Ruslar da hansı ki Car-Balakənlilərdən, Car-Balakəni tutub o Şimali Qafqazda olan Dağlıq xalqların azadlıq mübarizəsini boğmaq istəyirdilər. Əlaqəni kəsmək istəyirlər. Bir də Car-Balakən ələ keçirərsə yenə də gedirik. Azərbaycan içərilərinə doğru onlar rahatlıqla gələ bilərdilər. Və elə də olur. 1803-cü ildə Ruslar Car-Balakəni tutublar. Hətta orada adlı öhdəlik imzalanır. Car-Balakən. Car-Balakən 1803-cü ildə işğal olunur. Və Car-Balakəndə andlı öhdəlik imzalanır. Andlı öhdəliyə görə Car-Balakənin daxili muxtariyyətinə toxunulmur. Düzdür, daxili muxtariyyət 1830 tələb olunacaq. Sonra Carlar öz, belə deyək də, ərazilərində Rusları yerləşdirirdilər. Car cəmaatlığı Rusiyaya ipəklə xərac ödəməli idi. Hətta sədaqət əlaməti olaraq Carlılar Ruslara girovlar göndərməli idi. Amma sonradan Carlar andlı öhdəliyi pozduğuna görə Ruslar yenidən bura hücum edir və 1804-cü ildə Zaqatala yaxınlığında döyüşdə Ruslar məğlub oldular Carlılara. Daha sonra dedik, Car-Balakəni tutandan sonra onlar İlisunuda tutulurlar 1804-cü martında. İlisunuda tutandan sonra artıq hara yol açılacaq? Gəncəyə. Gəncə xanlığının üzərinə hücuma keçirlər. Bəs Gəncə xanlığını niyə, belə deyək də, işğal edirlər? Niyə Gəncə xanlığı əsas işğal hədəfi kimi seçilir? Çünki dedik, Gəncə nə idi? Azərbaycanın açar hesab olunurdu həmin vaxtı. Hansı ki, Xəzər dənizinə gedən yolun üzərində əsas rol oynayırdı. Ona görə Gəncənin üzərinə hücuma keçirlər. İlk olaraq o hansı ki, Gəncəli Cavad xana məktub göndərirlər ki, bəs bizə tabe olmalısan, müəyyən miqdarda bizə xərac verməlisən, amma Gəncəli Cavad xan razı olmur. Və Gəncə uğrunda döyüşlər başlayır. İlk olaraq Gəncə yaxınlığında Qurqovu döyüşü olur. Bu dedik ki, kəşfiyyat məqsədli olur. Yəni Ruslar Gəncəlilərin, Cavad xanın hərbi qüvvəsini, onun hərbi gücünü müəyyən etmək üçün, bilmək üçün bu döyüş olur. Bildiyin, amma Ruslar, belə deyək də, bu Qurqovu döyüşündə üstünlük qazanırlar. Yəni onların xeyrinə olur. Sonradan Cavad xan çəkilir Gəncəyə, amma 1803-cü ilin dekabrında Ruslar yenidən gəlib Gəncəni mühasirəyə alırlar və bir aydan sonra Gəncə Ruslar tərəfindən işğal olunaraq ləğv olur. Demək, Gəncə xanlığı 1804-ün yanvarın 3-dən 4-nə keçən gecə işğal edilərək ləğv olub Gəncə xanlığı. Və Gəncə xanlığının adı dəyişdirilib Yelizavetpol qoyulur. Və Gəncə burada Yelizavetpol dairəsi olur. Ta ki 1840-cı ilə qədər. 1840-dan sonra isə Qəza olacaq. 1804-1840-cı illərdə Yelizavetpol dairəsi olur. Bəs Gəncə xanlığı işğal olunan zaman hər hansısa bir xanlıq və yaxud da kimsə yardım edib, bircə dənə Qarabağ xanlığı 2 dənə top göndərmişdi. Bilin, Gəncə xanlığında işğal olmasından Azərbaycanda Qacarların ən mühüm dayaqlarından biri olan qala itirilir, Gəncə qalası. Rusiyalılar burada üstünlük qazanır Azərbaycan arasında. Ümumiyyətlə, hara yol açılır artıq? Xəzər dənizinə, həmin o dediyimiz Azərbaycanın açarı itirilir. Xəzər dəniz sahillərinə onlar artıq, belə deyək də, əlverişli şərait yaranır ki, onlar Xəzər dənizindən hücuma keçsinlər. Və bunu da yadında saxla ki, Car-Balakənin işğalıdır, Gəncənin işğalıdır, Qazax, Şəmşəddil, Borçalıdır, Pəmbəşdir, Lorudur, İlüsudur, Samuqdur. Bunların işğalı 1-ci Rus-Qacar müharibəsi dövrünə aid deyil. 1-ci Rus-Qacar müharibəsinə aid deyil. 1-ci Rus-Qacar müharibəsi ərəfəsinə aiddir. Yəni, o ərəfələrdə olub. Bildiyin, yəni Gəncənin işğalı, Car-Balakənin ərəfəsi düzdür. Amma dövründə bu səhvdir. Çünki Rus-Qacar müharibəsi 1804-ün yayında olacaq. Amma Gəncənin işğalıdır, Samuqun işğalıdır. 1804-ün yanvar, mart, sonra belə də qış, payız, yay ayları olub. Daha doğrusu yaz ayları olub. Bəs 1-ci Rus-Qacar müharibəsi neçənci illərdə olub? 1-ci Rus-Qacar müharibəsi 1804-1813-cü illəri əhatə edir. Əvvəlcə biz qeyd etdik ki, Ruslar bax bu əraziləri artıq işğal edib. Ruslar artıq Azərbaycanın Gəncəli, Car-Balakəndə bu əraziləri işğal etmişdi. Həmin vaxtı Qacarlar da Azərbaycana, Qafqaza, Cənubi Qafqaza, ən əsasda Azərbaycana, belə deyək də, öz irsi kimi baxırdılar, oranı tutmaq istəyirdilər. Amma Gəncənin işğalından sonra Fətəli Şah, hansı ki Abbas Mirzə
daha doğrusu Fətəli Şah Babaşa başa düşür ki, artıq belə deyək də Gəncənin işğalından sonra belə deyək də Gəncənin işğalından sonra başa düşür ki, bəs Azərbaycan artıq işğal olur. Ruslar tərəfindən işğal olur. Mən hücuma keçməliyəm. Hücuma keçməzdən əvvəl ruslara o hansı ki neyinir? Belə deyək də ultimatum göndərir. Bildin? Ultimatum göndərir ki, bəs hansı ki Azərbaycan ərazilərindən çıx. İşğal etdiyin ərazilərdən çıx. Bildin? O ərazilərdən çıxmalısan. Və Siyonov bunu rədd edir. Əlbəttə ki, qəbul edəməyəcək. Və 1804-cü ilin iyulunda 1-ci Rus-Qacar müharibəsi başlayır. Bildiyim 1804-cü ilin yayında müharibə başlayır. Burada Ruslara hansı ki Siyonov başçılıq edir, Qacarlara isə Abbas Mirzə, Fətəli Şahın oğlu Abbas Mirzə başçılıq edir. Amma müharibə başlayan zaman belə deyək də, həmin o biz qeyd etdik Qazax, Borçalı, bax bu ərazilərdə üsyanlar olur Ruslara qarşı. Bildin? Bax ona görə bu ərazilərdə üsyan olur ki, Rusların əleyhinə. Bəs 1-ci Rus-Qacar müharibəsi başlayan zaman Rusların əsas hücum hədəfi hara olur? İrəvan xanlığı. İrəvan xanlığına onlar hücuma keçirlər. İrəvan xanında Məhəmməd Hüseyn xan olur. Məhəmməd Hüseyn xan onlara qarşı mübarizəyə başlayır. Çünki Qacarlara arxayın idi. Birinci hansı ki üst kilsə, sonra qəmərli döyüşlər olur. Hər iki döyüşdə Ruslar məğlub olur, Qacarlar qalib gəlir. Bildiyin Ruslar hər ikisində məğlub olur. Sonra isə Siyonov belə deyək də İrəvanlı Məhəmməd Hüseyn xana belə deyək də ona məktublar göndərir ki, bəs tabe ol. 2 dəfə məktub göndərir, amma İrəvan xanı tabe olmur. Niyə? Çünki özünə arxayın olur, öz qalasının müdafiəsinə tam arxayın olur. Həm də havalar getdikcə dedik soyuq olur da, Rusların ərzaq, silah sursatları bitirdi. Ona görə hansı ki İrəvan xanı tabe olmur bu Ruslara. 1804-cü il sentyabrında Siyonov yenidən İrəvan qalasına hansı ki hücum edir, yenə də məktub göndərir, amma yenə də rədd cavabı alır. Ondan sonra Ruslar İrəvandan geri çəkilirlər. Demək İrəvan xanlığının hansı ki 3 dəfə mühasirəsi olub. 1804 bu birinci dəfədir. Daha sonra 1800 hansı ki 8 ikinci dəfə, 1827 üçüncü dəfə. İlk iki belə deyək də hücum uğursuz olub. 1804 və 1808-ci il hücumları uğursuz olub. Amma 1827 üçüncü dəfə olan uğurlu olub. Demək, hansı ki İrəvanda uğur qazana bilməyib Siyonov Ruslar yəni geri çəkilir. Geri dediyimiz də hansı ərazilərə? Bax, bayaqlar qeyd etdiyi Qazax, Borçalı, o ərazilərdən olmuşdur Ruslara qarşı üsyan. Gedirlər o üsyanları yatırırlar. Qazax, Şəmşəddil, bax Borçalı, bu ərazilərdən üsyanları yatırırlar. Ondan sonra isə Azərbaycanın hansı ki belə deyək də qapısı olan Qarabağa hücumu planlaşdırırlar. Və Qarabağa ilk olaraq hansı ki məktublar göndərirlər. Cavad xan necə məktub göndərmişdi Siyonov? Bax İbrahim Xəlil xana da belə deyək də tabe olmaq üçün məktub göndərirlər. Amma hansı ki İbrahim Xəlil xan tabe olmaq üçün gedir birinci bəylərdən ibarət şura keçirir. Yəni həmin o belə deyək də məktubu müzakirə etmək üçün bəylərdən ibarət, Qarabağ bəylərindən ibarət şura keçirir. Amma bu şurada bəylər belə deyək də ona tabe olmamağı məsləhət görürlər, amma İbrahim Xəlil xan özü gedir nə edir? Siyonovdan şəxsən görüşür. Hansı ki niyə görüşür? Bu nəyə görə görüşür? Hansı ki belə deyək də biz qeyd etmişik ki Qarabağ xanlığında nə var idi? Məlikliklər var idi. Nə işlə məşğul olan məliklər? Separatçılıqla. Neynəcəklər? Qarabağ bölüşdürücülük, yəni xain bir siyasət yürüdürlər. Ona görə də Siyonov həmin o məlikləri məhv etmək üçün, onları aradan qaldırmaq üçün ən əsas bu idi. Ona görə gedir Ruslardan müqaviləni bağlayır. Yəni Ruslardan belə deyək, Siyonovdan razılaşır, onun məktubuna müsbət cavab verir. Bir də öz xanlığın daxili müstəqilliyini qorumaq istəyirdi. Və 1805-ci ilin mayın 14-də hansı ki Kürəkçə müqaviləsi imzalanır. Kimlə kimin arasında? Hansı ki Qarabağ xanı İbrahim Xəlil xandan Rusiyalı deməli bu Siyonov arasında. Bildin? Sonra isə 1805-in mayın 21-də isə şəkili Səlim xanla imzalanır Kürəkçə müqaviləsi. 2 dənə xanlıq da imzalanır Kürəkçə müqaviləsi. Biri Qarabağ xanı ilə, ilk olaraq Qarabağ xanıdır. Sonra isə şəkili Səlim xanla imzalanır. Mayın 14-də İbrahim Xəlil xanla Qarabağ. Mayın 21-də də bir həftə sonra Səlim xanla. Eyni şərtlər olur, eyni şərtlərlə müqavilə bağlanır. Özə Gəncə yaxınlığında olur Kürəkçə, yəni müqaviləsi orada imzalanır. Və Qarabağ xanı, həmçinin Şəki xanı əbədi olaraq Rusiyanın tabeliyinə keçir. Xanlığın həm Şəki xanlığın, həm Qarabağ xanlığının bütün əhalisi ruslara belə deyək də sadiq qalır. Həmçinin Rusiyanın tabeliyinə keçirlər. Xanın özü, öz ailəsi, öz nəsli, kökü hamısı Rus çarı tərəfindən təsdiqlənməlidir hakimiyyətə gələn zaman. Hansı ki, belə deyək də, nə vaxtsa hər hansısa bir xan hakimiyyətə gəlmək istəyirdisə, çar tərəfindən təsdiqlənməli idi. Bildin? Sonra isə məsələn Qarabağ xanı, Şəki xanı hansı ki, belə deyək də, Rusiyanın xəzinəsinə 8000 çevron göndərməli idi. Amma Şamaxıda isə bu 7000 çevron idi. Həmçinin Qarabağda, Şəkidə Rus qarnizonu saxlanmalı idi. Rusiyanın hansı ki, belə deyək də, hansı ki, Rusiyanın Qarabağın hansı ki, idarəçiliyini, daxili idarəsini saxlayır, xarici idarəsini əlindən alır. Yəni, xarici müstəqillik əlindən alınır.
Bildiyin, bax bu kürəkçay müqaviləsinin şərtləri olur. Anlı öhdəliklə kürəkçay müqaviləsinin oxşar cəhətləri soruşursa isə, hər ikisində məsələn deyirdik ki, hər ikisi Rusiyanın tabeliyinə keçirdi, hər ikisi ruslara xərac verirdi, hər ikisinin ərazisində rus qoşunları saxlanılmalı idi. Daha sonra 1805-də həm Şahbulaq, həm də Zəyəm döyüşləri olur ruslarla Qacarlar arasında. Dedik, Şahbulaqda Qacarlar qalib gəlir, Zəyəmdə isə hansı ki, ruslar qalib gəlir. Demək 1805-ci il hərbi əməliyyatlarında üstünlük kimin əlindədir? Qacarların. Düzdür? Hələ ki Qacarların əlindədir bu döyüşlərdə də təbii ki. Amma Azərbaycanın işğal edən ruslar artıq Qarabağı, Gəncəni, Şəkini, bu əraziləri işğal edir. Döyüşlərdə amma görürük ki, məsələn Kilsədir, Qəmərlidir, Şahbulaqdır. Bu döyüşlərdə amma hansı ki Qacarlar qalib gəlir. Daha sonra deyirik ki, ruslar hansı ki bu Şəkini, Qubanı tutandan sonra isə Şamaxıya hücum edirlər. Şamaxı xan isə bu Qarabağdan, Şəkidən fərqli olaraq Qacarların üstünlüyünə, onların nə vaxtsa qalib gələcəyinə ümid edir. Ən əsas da vaxt qazanmaq istəyir. Ona görə ruslara tabe olmur. Rusiya deyir ki, mən sənə illik baz verməyəcəm. Əksinə sən mənə illik, yəni maaş təyin elə, həmçinin tutduğun ərazilərdən mənə torpaq ver. Amma hansı ki Siyanov təbii ki buna razı olmayacaq və 1805-də bura hücum edəcək. Və hücum edən zaman, bax hücum edən zaman Siyanov hücum edən zaman ona, yəni Siyanova ruslara Qarabağ xanı, bir də bayaq dediyimiz Şəki xanı kömək edir. Bildiyin, bax Şəki ilə Qarabağ ona dəstək olur Şamaxıya hücum edən zaman. Yəni onun yanında o döyüşlərdə iştirak edirlər. Niyə? Çünki Qarabağlı İbrahim Xəlil xan Şamaxı xanlığına tabe olan Cavad ərazisini özünə birləşdirmək istəyir. Bildiyin, bax o ərazini özünə birləşdirmək istəyir. Cavad da dediyimiz bu ərazilərdə olan Muğan Cavad bölgəsini özünə birləşdirmək istəyir. Şəki xan isə Şamaxı xanı ilə ədavəti var idi ona görə. Və Siyanov Şamaxı xanlığına üzərinə hücum edir və Fit dağında onlar döyüş baş verir, amma ruslar qalib gəlirlər. Və ruslarla Şamaxılılar arasında kürəkçay müqaviləsinə oxşar müqavilə imzalanır. Yəni kürəkçay müqaviləsi imzalanmır. Kürəkçay müqaviləsi Qarabağdan Şəki arasında imzalanıb. Yaxşı yadında saxla ki, Şamaxı ilə bağlanan müqavilə kürəkçay müqaviləsi deyil. Bəzi şərtləri oxşardır, kürəkçay. Ona görə biz deyirik kürəkçay müqaviləsinə oxşar müqavilə. Və beləliklə 1805-ci ildə Qarabağ, Şəki, Şamaxı hansı ki heç bir hərbi əməliyyat aparılmadan Rusiyanın himayəsinə keçirilir. Bildiyin, yəni məsələn Qarabağdır, kürəkçayla tutulur, Şəkidir, kürəkçayla tutulur. Həmçinin Şamaxıda kürəkçay müqaviləsinə oxşar müqavilə ilə. Bildiyin, yəni buralarda hərbi əməliyyat olmur. Və bununla da Azərbaycanın şimal ərazilərinə yol açılır. Şamaxı da artıq tutulur, bu ərazilərdə artıq tutulur. Şamaxı da tutandan sonra görürük ki, Bakıya yol açılır. Bakıya hücuma keçirlər. Və Bakını ilk olaraq tutmamışdan qabaq ora desant çıxarırlar. Yəni gəmilər vasitəsilə ora hərbi desant çıxarırlar. Bu zaman Bakı xanı Hüseynqulu xan olur. Qacarlara kömək üçün müraciət edir. Qacarlar ona kömək edir. Hətta Qubalı Şeyxəli xan da Bakılılara kömək edir. Ona görə həmin o desant geri çəkilir. Yəni görür ki, vəziyyət pisdir, geri çəkilir. Və 1806-cı ildə artıq yenidən hansı ki onlar hücuma keçirlər. Ruslar Bakı üzərinə, Quba üzərinə, Dərbənd üzərinə hücuma keçirlər. Və Bakı üzərinə hücuma keçən zaman Hüseynqulu xan belə deyək də Siyanovdan özü görüşmək istəyir və Bakının hadisələrini şəxsən Siyanova vermək istəyir. Bu zaman Bakının hansı ki xan olan Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy Siyanovu öldürür. Hansı ki o ölür. Ondan sonra da əlbəttə nə olacaq? Bir ordunun baş komandanı yoxsa Ruslar pərəmpərçi olacaq və Ruslar Azərbaycandan çıxırlar, gediblər yenidən qüvvə yığırlar və 1806-cı ilin yayında gəlirlər Dərbəndi işğal edirlər. Bax bu bölgədən gəlib Dərbəndi işğal edirlər. Və Dərbəndi də işğal edəndən sonra xanlığı ləğv edib yerində komendant idarəsi yaradırlar. Ondan sonra da Bakıya yol açılır. Bakıya gedib Bakını tutarlar, hansı ki 1806-nın oktyabrın 3-də Bakı xanlığı işğal olunur, ləğv olur. Sonra isə hara hücuma keçirlər? Qubaya. Qubanın amma Qubanın 1806-nın oktyabrın 30-da tuturlar, işğal edirlər. Amma Qubada əyalət şurası yaradırlar. Bu da yerli bəylərdən ibarət olur və əyalət şurasının rəhbəri keçmiş Bakı xanı 2-ci Mirzə Məhəmməd xan olur. Və beləliklə, bayaq da qeyd etdiyimiz kimi 1806-cı ildə, bax 1806-cı il hərbi əməliyyatların nəticəsində deyirik. Bax görürsən, Lənkəran, görürsən, Naxçıvan, bir də İrəvan istisna olmaqla, bu ərazilər istisna olmaqla qalan bütün Şimal Azərbaycan Rusların tərkibinə keçir. Daha sonra biz qeyd etdik ki, bayaqlar 1806-cı ildə Qarabağlı İbrahim Xəlil xan öz ailəsi ilə gedir Xankəndində dincələn zaman erməni mayoru Lisan İblis tərəfindən öldürülür. Bunu da eşidən Şəkili Səlim xan üsyana qalxır, Rus ilə bütün əlaqələri kəsir, Rus qoşunlarını Şəki xanlığından çıxarmağa cəhd göstərir. Bu da nə hansı müqavilənin şərtlərini pozur? Kürəkçay müqaviləsini. Və belə olan halda da Ruslarla Şəkillər arasında 1806-cı ilin oktyabrında Şəki xanlığında döyüş olur. Bu zaman Şəkili Səlim xan məğlub olur. Ruslar Şəkini mühasirəyə alırlar və hansı ki Şəkidə nə yaradırlar? Müvəqqəti idarə. Neçənci il? 1806-cı il. Demək 1806-cı il Qubada əyalət şurası yaradılır. Şəkidə isə müvəqqəti idarə. Daha sonra biz qeyd edəcəyik gələcək dərslərdə məsələn müvəqqəti idarə Təbrizdə yaradılır, Carbəlkəndə yaradılacaq. Sonra Şəkidən sonra biz deyirik ki, Şəkidə müvəqqəti idarə yaradılır və burada Xoylu Cəfərqulu xanı
hansı ki, ora Şəki xanı təyin edirlər. Çünki Xori Cəfərqulu xan belə deyək də Ruslar tərəfinə keçmişdi. Rusiya tərəfinə keçmişdi. Hətta o belə deyək də Şəki ərazisinə ermənilərdən, sonra belə deyək də Azərbaycanlılardan ibarət əhali köçürüldü. Ən çox da erməniləri Şəkiyə köçürüldü. Daha sonra deyirik ki, həmin vaxtı 1810-cu ildə Şeyxəli xanın başçılığı ilə Qubada üsyan olur. Hətta burada döyüş də olur. Gilgilçay döyüşü 1810-cu il Ruslarla Qubalı Şeyxəli xan arasında. Burada Qubalı Şeyxəli xan qalib gəlir. Niyə? Çünki kəndlilər, bütün əhali Qubalı belə deyək də Şeyxəli xana kömək edirdi. Və 1810-cu ildə Ruslar yenidən bura əlavə qüvvələr gətirirlər. Yəni Quba üsyanını yatırmaq üçün, Gilgilçay döyüşünün əvəzinə çıxmaq üçün əlavə qüvvələr gətirirlər və 1810-cu ilin oktyabrında Şeyxəli xan məğlub olur. Şeyxəli xan məğlub olandan sonra Quba üsyanı yatırılır. Ondan sonra Qubadakı olan əyalət şurası ləğv olur. Yerində yaradılır komendant idarə üsulu. Belə bir zaman belə deyək də Rusların 1816-cı ildə apardığı müharibələrin, uğurların nəticəsində Osmanlı narazı olmaya başlayır. Osmanlı da 1806-cı ildə Ruslara qarşı müharibəyə başlayır. 1806-1812-ci illər. Amma 1807-ci ildə Ruslarla Osmanlılar arasında olan Gümrük döyüşündə Ruslar Osmanlılara hansı ki qalib gəlirlər. Və bundan sonra 1812-ci ildə Buxarest sülhü imzalanır. Buxarest sülhü şərtlərinə görə Osmanlı dövləti Cənubi Qafqazın Rusiya tərəfindən işğalını tanımağa məcbur olur. Və bu Rus-Osmanlı müharibəsi hansı ki Sultan 3-cü Səlimin dövründə başlayır, Sultan 2-ci Mahmudun dövründə başa çatır. Rusiyada isə 1-ci Aleksandrın dövründə başlayır, elə 1-ci Aleksandrın dövründə də başa çatır. Daha sonra biz deyirik ki 1808-ci il İrəvan ikinci dəfə yenidən mühasirəyə alınır. 3 kilsə dediyimiz İrəvan yenə də tuta bilmirlər, çünki İrəvan qalası qəhrəmanlıqla müdafiə olur. Abbas Mirzə, yəni Qacarlar İrəvana kömək edirlər, buna görə uğursuz olur. Sonra İrəvandan sonra hara hücuma keçirlər? Naxçıvana. Naxçıvana hücuma keçirlər və Naxçıvan yaxınlığında Qarababa kəndi yaxınlığında döyüş olur. Burada Ruslar məğlub olur, Qacarlar qalib gəlirlər. Burada da Rusların məğlub olması, belə deyək də, Rus ordusunda, Rusiyanın öz daxilində artıq çaxnaşmalar baş verir və Rus ordusunun Qafqazdakı baş komandanı olan Qudoviç istefaya gedir. Qudoviçin yerinə Tormosov gəlir. Tormosov da sülh məsələlərinə üstünlük verir və başlayır Rus qoşunlarının Qafqazdakı komandanlıq səlahiyyətlərini həyata keçirməyə. Və 1809-1810-cu il hərbi əməliyyatlarından danışanda deyirik ki, Qacarlar Qarabağ, Gəncə istiqamətindəki hərbi əməliyyatlarda onlar uğursuzluğa düşər olurlar. Artıq görsən, bax, sona yaxın artıq onlar məğlubiyyətə doğru gedirlər. 1809-1810-cu il Qarabağ və Gəncə istiqamətində gedən hərbi əməliyyatların nəticəsində onlar uğursuzluğa düşər olurlar. Ona görə nə edirlər? Sülh danışıqlarına getməyə məcbur olurlar. Amma belə deyək də, həmin vaxtı Lənkəran xanlığı məsələsi var idi ki, Lənkəran xanlığı axı qalırdı, Lənkəran xanlığı. Lənkəran xanlığı məsələsi bu sülh məsələlərini biraz uzadır. Və həmin vaxtda Lənkəran xanı Mir Mustafa xan Rusiyaya meyl göstərdiyini əsas gətirir və ona görə güzəştə getmirdi sülh məsələlərində və İngiltərə Rusiyanın Xəzər dənizində möhkəmlənməsini özünün yaxın və orta şərqdəki maraqlarının üçün böyük təhlükə hesab edirdi. Ona görə də o məsələlərə qarışmırdı. Sonra qeyd edilir ki, 1812-ci ildə bax 2 dənə döyüş oldu. 1812-ci il Ruslarla hansı ki Qacarlar arasında. 1812-ci il hansı ki Rus-Qacar müharibəsinin birinci olur Sultanbud döyüşü 1812-ci ilin əvvəllərində. 1812-ci ilin sonlarına yaxın oktyabr ayında isə olur Aslandüz döyüşü. Deməli, Sultanbud döyüşündə Qacarlar qalib gəlir. Bu da Qacar ordusunda döyüş ruhunu demək olar ki, yüksəldir. Amma 1800 hansı ki 12-ci ilin oktyabrında Aslandüz döyüşü olur. Aslandüz döyüşündə isə Ruslar qalib gəlir. Bu da həlledici döyüş olur. Yəni dönüş nöqtəsi yaradır da belə deyək bu 1-ci Rus-Qacar müharibəsində. Və 1812-ci il hərbi əməliyyatlarından danışanda biz deyirik ki, üstünlük Ruslar tərəfə keçir artıq. Ruslar Lənkəranı mühasirəyə alırlar və Lənkəran qalası mühasirəyə alınır 1812-ci il. Həmin vaxtda Lənkəranın müdafiəsinə Qacar qoşununa başçılıq edən Sadıq xan rəhbərlik edirdi. Sadıq xan təslim olmur. Bu da Cavad xandan oxşar cəhətdir ki, yəni tabe olmur da Ruslara. Və 1812-nin dekabrın 31-i, 1813-ün yanvarın 1-də Ruslar Lənkəranı işğal edirlər və hansı ki Lənkəran işğal olunur, ləğv olunmur elə. Daha sonra Lənkəran xanlığının işğalından sonra sülh məsələləri, bayaq qeyd etdiyimiz sülh məsələləri artıq nə olur? Başlayır. Artıq 1813-cü ilin oktyabrın 12-sində hansı ki Ruslarla Qacarlar arasında Qarabağ deyəndə biz yəni Goranboy ərazisi istiqamətində Goranboy, Naftalan o istiqamətlərdə Gülüstan, yəni belə deyək də Gülüstan kəndində müqavilə imzalanır. Qacarlar tərəfindən Mirzə Əbdülhəsən, Ruslar tərəfindən isə Rıtişev imzalayır. Hətta burada deyir ki, İngilis səfiri də olur ki, Qor-Oizli Qacarların tərkibində olur. Və Gülüstan müqaviləsi nə idi? Gülüstan müqaviləsinin şərtləri nə idi? Gülüstan müqaviləsinin şərtlərinə görə Qacarlar dövləti hansı ki belə deyək də İrəvan və Naxçıvan istisna bütün Şimali Azərbaycanın Ruslarda qalmasını təsdiqləyir. Yəni Qacarlar hansı ərazilər, Ruslar hansı ərazilər işğal etmişdi? Gəncə, sonra Qarabağ, Şəki, Şamaxı, Bakı, Quba, Dərbənd, Lənkəran hətta sonunda da bax bu ərazilərin və Şərqi Gürcüstanla Dağıstanın hansı ki 1801-ci ildə tutulmuş da
və 1802-də Georgiyevsk müharibəsindən tutulmuş Dağıstanın Rusiyanın hakimiyyəti altına keçməsini təsdiqləyir Qacarlar. İrəvanla Naxçıvan isə Qacarların əlində qalır. Gürcüstan müqaviləsinə görə. Xəzərdə hərbi donanma saxlama hüququ yalnız ruslara verilir. Qacarlar dövlətinin ərazisində rus tacirləri daxili gömrük rüsumu ödəməkdən azad olurlar. Həmçinin Qacarlarla və rusların arasında həm Rusun ərazisində Qacarların ərazisində rusların diplomatik korpusları yaradılır. Gürcüstan müqaviləsinin ən əsas bir dənə aktı var, separat aktı. Separat aktı nə idi? Gələcəkdə belə deyək də bu müqavilənin şərtlərinə, sərhəd məsələlərinə yenidən baxılmalı idi. Elə ondan da istifadə edib 2-ci Rus-Qacar müharibəsi başlanılır. Demək 1-ci Rus-Qacar müharibəsi haqqında bax ən əsas nəzərlər bilməsən. Zəyəm, Aslandüz, Lənkəran. Bu döyüşlərdə ruslar qalib gəlir. Yalnız və yalnız ruslar. Zar kimi yadında saxla. Zəyəm, Aslandüz, bir də Lənkəran. O döyüşlərdə hansı ki ruslar qalib gəlir. Qalan bütün döyüşlərdə Üsküsədir, Qəmərlidir, Şahbulaqdır, Qarababadır, Sultanbuddur. Bunlarda isə ruslar məğlub olub, Qacarlar qalib gəlir. Bir də çaşdırıcı suallardan ola bilər ki, Rus-Qacar müharibəsinə aiddir, Rus-Qacar müharibəsi dövrünə aiddir. Rus-Qacar müharibəsinə aid olmayan, amma Rus-Qacar müharibəsi dövrünə aid olan bir neçə hadisələr var. Məsələn, 1806-1812-ci il Rus-Osmanlı müharibəsi, 1807-ci il Ruslarla Osmanlılar arasında olan Gümrü döyüşü, 1806-cı il Şəki yaxınlığındakı döyüş, 1810-cu il Gilgit-Çay döyüşü. Bunlar 1-ci Rus-Qacar müharibəsinə aid deyil, amma müharibə dövrünə aiddir. Daha sonra qeyd edirik ki, bu 1-ci Rus-Qacar müharibəsi bitəndən sonra 2-ci Rus-Qacar müharibəsi var ki, 1826-1828-ci illərə əhatə edir və 2-ci Rus-Qacar müharibəsi elə bu hansı ki, Gürcüstan müqaviləsindəki separat aktından istifadə edərək Qacarlar bunu başladırlar. Əvvəlcə İngiltərə, belə deyək də, Rusiyanın Cənubi Qafqazdakı işğallarını tanımır və buna mane olmaq istəyir. Kimin əli ilə? Hansı ki, Qacarların əli ilə. Və Qacarlara köməklik göstərirlər. Maliyyə, hərbi, onlara köməklik göstərirlər ki, bəs sizə kömək edəcək, siz müharibəyə başlayın. Və Qacarlar Gürcüstan sülhünün separat aktından istifadə edərək sərhədlər məsələsinə yenidən baxılmasına çalışırlar. Amma Çar hökuməti neynirdi? Həmin vaxtı güzəştə getmək istəmirdi. Niyə? Onun beynəlxalq vəziyyəti, belə deyək də, əhəmiyyətli dərəcədə azalmışdı. Çünki Napolyon Fransa üzərində, belə deyək də, məğlub olurdu. Napolyon hansı ki, Bonapartla. Ona görə də, belə deyək də, onlar 1817-ci ildə ora Qacarlar sarayına elçi göndərəcəklər. Əvvəlcə 1814-cü ildə biz qeyd edəcəyik ki, hansı ki, Qacarlarla İngiltərə arasında Tehran müqaviləsi imzalanır. Tehran. Bu müqavilə nə idi? Bu müqavilənin şərtlərinə görə ingilislər Qacarlara hərbi, maliyyə yardım etməli idi. Qacarlar İngiltərəyə, Hindistanın sərhədlərinə gedən təhlükəsizlik yollarını təmin edəcəklər. İngiltərə silah, sursat, hər bir şeyi verəcəkdi bu Qacarlara. Qacarlar da belə deyək də, bu Gürcüstan müqaviləsinin şərtlərinə yenidən baxılmasında, yenidən belə deyək də, baxacaqlar ki, ingilislərin əli ilə. Yəni İngiltərə Gürcüstan müqaviləsinin şərtlərinə baxılmasında Qacarlara yaxından köməklik göstərirdi. Bir də var məktəb, məsələn, məktəb kitabında var, amma analiz evdə yoxdur. 1816-cı ildə hərbi parad da keçirilməsi var ki, Qacar ordusunda hərbi parad keçirilir. Daha sonra 1817-ci ildə biz deyəcəyik ki, ruslar Yermalovu göndərirlər ki, bəs nümayəndə heyəti göndərirlər ki, bəs get Qacarlar sarayına, yəni bu dostluq, tərəfdaşlıq haqqında müqavilə bağla. Amma Yermalov gəlir, nə olur? Görür ki, yox, bunlar artıq müharibəyə başlayırlar. Həmin vaxtda deyir ki, Abbas Mirzə həmin o Yermalovun gözünü qorxutma məqsədlə nə etmişdi? Onların, belə deyək də, hansı ki, yanında ingilislərdən də var idi, ingilis zabitlər də var idi ki, Yermalov görsün ki, həqiqətən bu ingilislər bunlara kömək edir. Və hansı ki, və görür ki, Qacarlar həqiqətən müharibəyə başlayırlar. Artıq bunlar ki, sülh məsələsi deyil. Və 19-cu əsrin 20-ci illərində Qacarlar Rusiyaya qarşı hansı ki, müharibə başlamaq üçün İngiltərə ilə başlayırlar yenə əlaqələrə çıxmağa. Məsələn, İngiltərənin vaxtı Qacarlara maliyyə, hərbi yardım edir, Qacarların sərhəd qallarını möhkəmləndirir, Tehranda, Təbrizdə zavodlar tikdirir, barıt istehsalını tikdirir. Hətta burada, Rusiya ilə əgər gələcəkdə müharibə olardısa, 2-ci Mahmuddan özdə, Qacarlarla Osmanlılar arasında nə olur? Dostluq və əməkdaşlıq haqqında müqavilə olur. 1823-cü ildə. Bu da düşür 2-ci Mahmudun dövrünə. Osmanlı sultanı. 1823-cü ildə. Demək, bir-birinə yardım edəcəklər. Qacarlar həmçinin Cənubi Qafqazda kəşfiyyat işləri aparırlar. Kəşfiyyat işləri ona görə aparırlar ki, müharibə əgər başlayarsa, biz tərəfdarlarımızın sayını çoxaldaq. Və Rusiya isə bu həmin vaxtda görsən artıq Qacarlar artıq müharibəyə başlamaq üçün tədbirlər görürlər. İngilislərdən, Osmanlılardan kömək alırlar, müqavilə bağlayırlar. Amma ruslar müharibəni başlatmaq istəmirlər. Niyə? Çünki rusların öz daxilində dekabristlər üsyanı var. Biz bunu keçmişdik 1825-in dekabrın 12-sində. Dekabristlər üsyanı olur. Bir də həmin vaxtda Şimali Qafqazda Dağlıq xalqlarının Rusiyaya qarşı müharibəsi olurdu. Ona görə bunlar müharibəyə başlamaq istəmirlər. Amma Qacarlar müharibəni tezləşdirmək istəyir. Və 1826-cı ildə yenidən Rus hökuməti Qacar sarayına yeni nümayəndə heyəti göndərir ki, bəs bu dəfə sizə Qarabağdan Lənkəranın bir hissəsini verəcəyik. Yəni ruslar Qacarlara deyir ki, Qarabağdan Lənkəranın bir hissəsini sizə güzəştə gedirəcək. Amma yenə də bu cəhd uğursuz olur. Və 1826-cı ilin iyulun 19-da ruslarla Qacarlar arasında 2-ci Rus-Qacar müharibəsi başlayır. Bu dəfə Qacarların hansı ki hücumu ilə başlayır, yəni onların hücumu ilə müharibə başlayır. Və bu zamanda Qacarların əsas hücum hədəfi hara olacaq? Qarabağ və Gəncə. Bu ərazi olur. Qarabağ bir də Gəncə ərazisi olur.
Və Abbas Mirzə Qarabağa daxil olub Şuşanı ələ keçirmək, sonra da Gəncə ilə Tiflisi ələ keçirmək istəyirdi. Bu əraziləri ələ keçirmək istəyirdi. Ruslar da buradan qovub Terek qalasını və bu ərazilərdən qovmaq istəyirdi. Hətta Abbas Mirzəyə Gəncəli Cavad xanın oğlu o Hüseynqulu xandan başqa da Uğurlu xan başçılıq eləyir. Keçmiş Bakı xan olan ölə Hüseynqulu xan başçılıq eləyir. Keçmiş Şamaxı xan olan hansı ki o Fit dağında mövqe tutan Mustafa xan olur və başqaları olur. Və artıq demək olar ki 2-ci Rus Qacar müharibəsi başlayır. Əvvəl müharibənin başlanğıcında Qacarlar qalib gəlirlər. Abbas Mirzə xeyli uğurlar əldə edir. Hətta həmin vaxtda biz deyirik ki, bax bayaqları belə bir şey dedik. 1-ci Rus Qacar müharibəsi başlayan zaman Qazax, Borçalı, Carbala kəndə üsyan olurdusa Rusiya əleyhinə. 2-ci Rus Qacar müharibəsi başlayanda bütün şimalı Azərbaycanda Ruslar əleyhinə üsyan olur. Bizdə də Naxçıvanla İrəvan istisna olmaqla. Bildiyin, demək olar ki, bu üsyanlarda əhalinin bütün təbəqələri iştirak edir və bütün ərazilərdə baş verir bu üsyanlar. Bildiyin, Gəncədə, Şəkidə, Şamaxıda. Sonra artıq başlayırlar müharibəyə Qacarlar və Qacarlar 1826-cı ildə Gəncədə baş verən üsyan nəticəsində Gəncəni azad edirlər. Sonra bayaq dedik Şəmşəddili azad edirlər. Sonra Şəkini, Lənkəranı, Şamaxı, bax bu ərazilər azad olur. Hamısı ki, Şəki, Şamaxı, Lənkəran. Amma Şəki, Şamaxı, Lənkəran əraziləri işğaldan azad olunandan sonra burada xan hakimiyyəti bərpa olur. Yenidən xan hakimiyyətini geri qaytarırlar. Bax Lənkəranda, Şamaxıda, bir də Şəkidə. Sonra məsələn Pəmbəkdir, Şörəyeldir, bu ərazilər azad olur. Abbas Mirzə belə deyək də Bakılı Hüseynqulu xana əlavə qüvvələr də göndərir ki, Bakı limanını ələ keçirsin. Bax Bakını əsas ələ keçirmək istəyirlər. Amma belə deyək də Ruslar imkan vermək istəmir ki, Qacarlar Bakını ələ keçirsin. Niyə? Çünki onlar Həşdərxan, belə deyək də Həşdərxan limanından Bakıya da belə liman vasitəsilə Bakı ərazisindən keçib Rus qoşununa hərbi silah-sursat gətirirlər. Ona görə Bakı limanını bu qədər Ruslar üçün əhəmiyyətli idi. İtirmək istəmirdilər. Abbas Mirzə Şuşanı, yəni 2-ci Rus Qacar müharibəsindən söhbət edir də, Şuşanı, daha sonra Bakını, bir də Qubanı tuta bilmir. Bax, Bakı, Quba, bir də Şuşanı tuta bilmir. Qalan ərazilərin hamısını azad edir Abbas Mirzə, yəni Qacarlar. Şuşada o 48 gün mühasirədə saxlayır, amma tuta bilmir. Çünki orada vaxt itirir də, belə deyək. Ruslar da həmin vaxtı yeni qüvvə yığılıb hücuma keçirlər. Demək, Ağa Məhəmməd xan Qacar 1795-ci ildə Şuşada 33 gün mühasirədə saxlayır. Abbas Mirzə isə Şuşanı 48 gün mühasirədə saxlayır. Bu da onun strateji səhvi olur. Yəni Abbas Mirzənin strateji səhvi olur ki, bəs belə deyək də, hansı ki, burada vaxt itirir Şuşada. Demək, Bakı, Şuşa, Quba istisna olmaqla bütün Şimali Azərbaycan Ruslardan azad olur. 2-ci Rus Qacar müharibəsi artıq başlayır və bu müharibə zamanı biz bayaq qeyd etdiyimiz o Yermalov, belə deyək də, Yermalov həmin o Rus qoşunlarının komandası vəzifəsindən uzaqlaşdırılır. Onun yerinə kim gəlir? Paskeviç gəlir. İvan Paskeviç gəlir və 1826-cı il Gəncə yaxınlığında, hansı ki, belə deyək də, Gəncə yaxınlığında demək, bu ərazilərdə Şəmkir döyüşü olur. Şəmkir döyüşündə Ruslar qalib gəlirlər. Bax, Şəmkir döyüşü 1826-cı ilin sentyabrın 3-də olur. İndi məktəb kitab analizdə yoxdur, amma sentyabrın 3-də olur. Sonra isə Gəncə döyüşü olur. Bu da sentyabr ayının 13-də olur. Aralarında 10 gün fərq var. Gəncə döyüşündə də, Şəmkir döyüşündə də Ruslar qalib gəlir. Və Gəncə döyüşündə xəyanət olur. Abbas Mirzəyə qarşı xəyanət olur. Bu testlərə düşür. Abbas Mirzəyə qoşunların əsas hissəsi xəyanət nəticəsində məğlub oldu Gəncə döyüşündə. Gəncə döyüşü 2-ci Rus Qacar müharibəsində baş verən həlledici döyüş olur. 1-ci Rus Qacar müharibəsində isə Aslandüz döyüşü idi ki, həlledici döyüş idi. Bax testlərə düşür. Aslandüz və Gəncə döyüşləri üçün oxşar cəhət həlledici döyüş olmaları. Gəncə döyüşü isə ən əsas həm 1-ci Rus Qacar, həm də 2-ci Rus Qacar müharibəsində ən böyük döyüş idi. Bax bunu da yadında saxla. Gəncə döyüşü həm 1-ci Rus, həm də 2-ci Rus Qacar müharibəsindən ən böyük döyüş hesab olundu. Nəsə Gəncə döyüşündən sonra Abbas Mirzə artıq Şuşanın mühasirəsindən əl çəkir, gedib Lənkəran, belə deyək də, Araz çayının sağ sahilinə keçir, Lənkəran xanlığı istisna olmadan. 1827-ci ilin yazında artıq Ruslar Paskevitsin əsas məqsədi, yəni Rus komandanın başçısı Paskevits, İvan Paskevits əsas məqsədi nə idi? Naxçıvanın tutulması, bir də hansı ki, İrəvanın tutulması idi. 1827-ci ilin yayında Ruslar bu ərazini tuturlar. Yəni Naxçıvanı belə deyək də, müqavimətsiz tuturlar 1827-ci ilin yayında. Naxçıvan döyüşsüz, müqavimətsiz ələ keçirilir. Naxçıvanı da tutandan sonra Ruslar Abbasabad qalasına yaxınlaşırlar. Abbasabad qalasına. Elə bu zamanda belə deyək də Abbasabad qalası hansı ki Cavanbulaq döyüşündə ələ keçirilir. 1827-ci ilin yayında Cavanbulaq döyüşü olur. Ruslar burada qalib gəlirlər. Hansı ki İrəvan ərazisi. Cavanbulaq döyüşü nəticəsində Abbasabad qalası ələ keçirilir. Abbasabad qalasından sonra artıq Ruslar yaxınlaşırlar hara? İrəvana. Sərdarabad döyüşündə isə 1827-ci ilin sentyabrında Sərdarabad döyüşündə artıq İrəvan xanlığı, yəni Sərdarabad döyüşünün nəticəsi olaraq İrəvan xanlığı ələ keçirilir. Və İrəvan xanlığı 1827-ci ilin oktyabrın 1-də Ruslar tərəfindən işğal olunur. Demək, ardıcı olaraq birinci olur Naxçıvan ələ keçirilir 1827-ci ilin yayında, döyüşsüz, müqavimətsiz. Sonra 1827-ci ilin iyulunda Cavanbulaq döyüşü olur, Abbasabad qalası ələ keçirilir. 1827-ci ilin sentyabrında Sərdarabad döyüşü olur. Bu döyüşün də nəticəsində İrəvan qalası oktyabrın 1-də
və ələ keçirilir. Daha sonra İrəvan qalasının tutulması ilə biz deyirik ki, ermənilərin də burada xəyanət olur. Hətta orada belə deyək də, alınmaz qala adlandırırlar ruslar. Bax, ruslar neçə dəfə mühasirə almışdı İrəvanı? 1804, 1808, bir də 1827. Artıq 3-cü dəfə tutdular. Alınmaz qala hesab edilen İrəvan qalasını tutdular. Bununla da Azərbaycanın şimalını Rusiya tərəfindən işğalı başa çatdırıldı. Və İvan Paskeviç var idi. Ona Yerevanski titulu verdilər, ona pul mükafatı verdilər. Hətta ona müqəddəs Georgi medali ilə tərtib verdilər ki, bu da hansı ki, Fərrux ağa Qayıbovdan oxşar cəhətdir ki, o da 1-ci Dünya müharibəsində müqəddəs Georgi ordeni ilə tərtib olunmuşdu. Demək, İrəvan da tutulandan sonra artıq ruslar hansı hissəyə keçəcək? Azərbaycanın cənubuna. Bax, Cənubi Azərbaycana hücuma keçəcəklər. Və Cənubi Azərbaycanda onlar Makudu, bax görsən baba, Xoydu, Mərəddi, Təbrizdi. Bu əraziləri 1827-ci ildə işğal edirlər. Təbrizin işğalından sonra isə nə yaradılacaq? Müvəqqəti idarə 1827-də. Müvəqqəti idarə bundan qabaq harda yaradılmışdı? Şəkidə 1806-da. İkinci dəfədə Təbrizdə yaradılır. Sonra isə biz deyirik ki, hansı ki həmin vaxtı 1827-ci ilin əvvəllərində fevralında Urmiya və Ərdəbil də ələ keçirilir. Urmiya və Ərdəbil də əraziləri işğal olunur. Sonra belə bir zamanda belə deyək də Osmanlılar müharibəyə başlayacaq. Amma Osmanlılar müharibəyə başlamazdan əvvəl biz qeyd edirik ki, 1828-ci ilin fevral ayının 10-da ruslarla Qacarlar arasında Təbriz yaxınlığında, bax burada, Təbriz yaxınlığında Türkmənçay kəndində müqavilə imzalanır. Bax demək, belə deyək də, 1-ci Rus-Qacar müharibəsinin nəticəsində biz dedik Gülüstan müqaviləsi Qarabağda, 2-ci Rus-Qacar müharibəsinin sonunda olan Türkmənçay müqaviləsi isə harda, hansı ki Azərbaycanın cənubunda, Təbrizdə. Demək, Gülüstan müqaviləsi Azərbaycanın şimalında imzalanıb, Türkmənçay müqaviləsi Azərbaycanın cənubunda imzalanıb. Demək, Türkmənçay müqaviləsində Qacarlardan Abbas Mirzə, Ruslardan isə Paskeviç idi. Burada Abbas Qulağa Bakıxanov da tərcüməçi kimi iştirak edib. Türkmənçay müqaviləsinin şərtlərinə görə Qacarlar Cənubi Qafqaza olan iddialarından, ümumiyyətlə Şimali Azərbaycan iddialarından əl çəkirlər. Azərbaycanın cənubu qalır Qacarlara, şimalı qalır Ruslara. İrəvan və Naxçıvan Ruslara keçir. Rusiya, belə deyək də, hansı ki, Xəzərdə hərbi donanma saxlama hüququ yalnız Ruslara verilir. Qacarlar Ruslara təzminat ödəyirlər, 20 milyon təzminat ödəyirlər ki, və bu təzminat ödənilib bitənə qədər Cənubi Azərbaycanın bir hissəsi Rusiyanın işğal altında qalmalı idi. Bax, belə bir müqavilə biz 1871-ci il Versalda Almaniya ilə Fransa arasında olan müqavilədə görəcəyik ki, orada da hansı ki, fransızlar Almanlara 5 milyard frank təzminat ödəməli idilər. Bu təzminat da ödənilib bitənə qədər Fransanın bir hissəsi qalmalı idi Almaniyanın tərkibində. Daha sonra qeyd edirik ki, hansı ki, Türkmənçay sülhündən sonra artıq hansı ki, Osmanlılardan Ruslar arasında yeni bir müharibə olur. 1827-28. Bu dəfə də 2-ci Rus-Qacar müharibəsində də Osmanlılar barışmırlar da, belə deyək, Rusların işğalı ilə, ona görə müharibə başlayır. Bu müharibədə də Osmanlılar məğlub olurlar, Ədirnə sülhü ilə başlatır. Ədirnə sülhünün də şərtlərinə görə Osmanlı bütün Cənubi Qafqazın Rusiya tərəfindən işğalını rəsmən tanıyır. Bir də Osmanlılar arasında 90 minə yaxın erməni əhalisi Azərbaycana köçürülür. Demək, Türkmənçay müqaviləsində belə deyək də, Türkmənçay müqaviləsində əslində ermənilərin Azərbaycana köçürülməsi belə bir şey yoxdur. Yəni 15-ci maddədə yoxdur. Kitablarda yazılır, anarşiyada yazılır, amma məktəb dərsində yoxdur ki, 15-ci maddədə hə, ermənilər Azərbaycana köçürüldü. Bu yoxdur. Yəni İrandan Azərbaycana ermənilərin köçürülməsi. Daha sonra deyirik ki, Gülüstan və Türkmənçay müqaviləsinin oxşar və fərqli cəhətləri var. Oxşar deyə bilər ki, hər ikisi ədalətsiz olur, Azərbaycanı bölüşdürürlər, Azərbaycan belə deyək də, iki dənə dövlət arasında bölüşdürülür. Amma fərqli cəhətlər əsas nə olur? Bax, bayaq qeyd etdik. Gülüstan Azərbaycanın şimalında, Türkmənçay isə Azərbaycanın cənubunda olur. Türkmənçay müqaviləsi ilə Naxçıvan və İrəvan Ruslara qalırdı, Gülüstanla isə kimə qalırdı? Qacarlara qalırdı. Türkmənçay müqaviləsində təzminat məsələsi var idi, Qacarlar Ruslara təzminat ödəyirdi. Amma hansı ki bu Gülüstan müqaviləsində yox idi. Bir də Xəzər dənizi Rusiyanın daxili dənizi olurdu, bu artıq Türkmənçaydadır. Yəni Gülüstanda belə bir şey yoxdur.